təqdim edilsə də, əslində onların hamısı eyni mərkəzdən idarə olunan vahid bir sistemin məhsuludur. Bu sistemin mərkəzi isə hər zaman Moskva olub. Today Press TV xəbər verir ki, bu fikirləri Xəzər Universitetinin siyasi elmlər üzrə professoru Ramiz Yunus öz Facebook hesabında yazıb. Professor bildirib ki, Azərbaycan, Qarabağ, Gürcüstan, Abxaziya və Sixinvali bölgəsi, Moldovanın Dnestriyanı ərazisi, Ukraynanın Krımı və Donbası uzun illər unikal və bir-birindən ayrı münaqişələr kimi təqdim edilib. Stat: Bu rahat amma səhv baxışdır. Əslində bunların hamısı eyni zəncirin həlqələridir. Adlar, ideologiyalar dəyişib, amma prinsip eyni qalıb. Parçala və hökmranlıq et. Bu təkcə silahla deyil, daha effektiv şəkildə şüura nəzarət vasitəsilə həyata keçirilir. Ramiz Yunusun sözlərinə görə, SSR dövründə bu missiyanı köhnə meydanda yerləşən Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsinin ideoloji aparatı icra edirdi. O aparat kimin haqlı, kimin günahkar olduğunu, hansı münaqişələrin tarixi baxımdan ədalətli, hansılarının isə millətçi təhrif sayıldığını müəyyənləşdirirdi. Professor vurğulayıb ki, SSR dağılsa da bu sistem yox olmayıb, sadəcə forma dəyişdirib. Stat: Bugün eyni funksiyanı Rusiyanın prezident administrasiyası yerinə yetirir. Əvvəllər bir partiya və bir ideologiya var idi. İndi isə vitrin üçün pluralizm, reallıqda isə monopoliya mövcuddur. Statın sonu. Ramiz Yunus Qarabağ münaqişəsini bu mexanizmin ən açıq nümunələrindən biri adlandırıb. Stat: Niyə 10 illiklər boyunca postsovet məkanında erməni mərkəzli baxış irəli sürülürdü? Niyə Azərbaycan hətta özünü müdafiə edərkən belə informasiya müharibəsində uduzurdu? Cavab sadədir. Çünki Kreml özünə lazım olan narrativi sistemli şəkildə formalaşdırırdı. Bu silahdan daha çox yumşaq güc vasitəsilə media, ekspertlər, jurnalistlər və dırnaqarası müstəqil platformalar üzərindən edilirdi. Statın sonu. Analitik qeyd edib ki, bu proses təsadüfi deyil. Rusiya xüsusi xidmət orqanları burada əsas rol oynayıb. Stat: SSR dövründə KGB sistemin qalxanı və qılıncı idi. Bugün isə FSB və ona bağlı strukturlar eyni işi görür. Bəzən açıq, bəzən isə gözə görünməz formada. Statın sonu. Ramiz Yunus bildirib ki, eyni ssenari Gürcüstanda, Moldovada və Ukraynada da tətbiq olunub. Stat: Harda olursa olsun, eyni model var. Münaqişə yaratmaq və ya dondurmaq, təcavüzkarı gizlətmək, günahı iki tərəf arasında bölüşdürmək və Moskvanı vasitəçi kimi təqdim etmək. Bu yalnız açıq imperialist fiqurlar vasitəsilə deyil, həm də yaxşı ruslar adlandırılan liberal və anti-hərbi imiclə çıxış edən şəxslər vasitəsilə aparılıb. Onlar fərqli görünürlər, amma eyni əsas narrativləri yayırlar. Kreml üçün ən böyük uğurlardan birinin bu baxışların qərbə daşınmasıdır. Bu birbaşa deyil, Putinə alternativ kimi qəbul edilən sol liberal rus siyasətçilər və ekspertlər vasitəsilə edildi. Qərb illərlə eşitdi ki, hər şey o qədər də birmənalı deyil. Rusiya tərəf deyil, vasitəçidir. Bu yanaşma uzun müddət işlədi, o cümlədən Azərbaycan üçün də. Statın sonu. Professor hesab edir ki, dönüş nöqtəsi Azərbaycanın problemin mahiyyətini düzgün dərk etməsi ilə başladı. Stat: Birinci Qarabağ müharibəsi dövründə informasiya strategiyası yox idi. İkinci Qarabağ münaqişəsinə qədər isə vəziyyət köklü şəkildə dəyişdi. Rəsmi Bakı sistemli dövlət informasiya siyasəti qurdu. Xarici auditoriyalarla işləməyə başladı və neytral rus spikerlər barədə illüziyalardan imtina etdi. Nəticədə 44 günlük 2-ci Qarabağ müharibəsində hərbi qələbə ilə yanaşı informasiya cəbhəsində də ciddi dönüş əldə olundu. Erməni mərkəzli yanaşma həm postsovet məkanında, həm də qərbdə böyük ölçüdə neytrallaşdırıldı. Statın sonu. Ramiz Yunus əsas nəticəni belə ifadə edib. Stat: Kremlə qarşı parçalanmış şəkildə mübarizə aparmaq mümkün deyil. Gürcüstan yalnız özünü, Ukrayna yalnız özünü, Moldova yalnız özünü düşündükcə Moskvadakı sistem vahid orqanizm kimi işləməyə davam edəcək. Bu həqiqət xüsusilə 24 fevral 2022-ci ildə Rusiyanın Ukraynaya qarşı geniş miqyaslı təcavüzündən sonra açıq şəkildə üzə çıxdı. Statın sonu. Ramiz Yunus sonda postsovet ölkələrinə çağırış edib. Stat: Əgər info məkanın koordinasiyalı və sistemli müdafiəsi qurulmasa, tarix fərqli coğrafiyalarda fərqli bəhanələrlə, amma eyni nəticə ilə yenə və yenə təkrarlanacaq. Statın sonu. Professor fikrini Britaniyalı yazıcı George Orwell'in statı ilə yekunlaşdırıb. Keçmişə nəzarət edən gələcəyə nəzarət edir. İndiyə nəzarət edən isə keçmişə nəzarət edir. Jalə Rövşən, Qiymət Mahir, Today Press TV.